Son aylar bir sıra bölgələrdə iri buynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Bu səbəbdən də məhsuldarlıq xeyli azalıb. Mütəxəssislər deyir ki, yoluxucu heyvan xəstəliklərinə qarşı vaxtında tədbir görülməzsə, malqara tələf olacaq. Bu da sözsüz ki, ətin qiymətinə təsirsiz ötüşməyəcək. Bəs dabaq xəstəliyinə yoluxan heyvanın ətindən və südündən istifadə etmək olarmı? Mütəxəssislər eşidək. Dabaq xəstəliyi nəticəsində ya heyvanlar tələf olur, ya da kəsmə yararsız vəziyyətə düşür. Bəzi təsərrüfat sahibləri isə xəstəliyin yayılmaması üçün məhsul satışını dayandırır. Bəs xəstəliyin daha çox yayıldığı qərb bölgəsində vəziyyət necədir? Kebabdır, lülə kebabdır, kotletdir, belə şey biraz ehtiyatlı olmaq lazım. Karantin qoyulmalıdır, onu da heç kim maraqlanmır. Alıcılar hazırki dönəmdə iri buynuzlu heyvanların məhsullarından istifadəni düzgün saymır. Çox kritik xəstəlikdir, elə xəstəliyə deyil. Yəni almaq lazımdır ət budağına. Yenə hər halda alanda indi qızartma olmaz da hər halda qaynadıb yesələr məsələn yenə olar. Amma dabaq xəstəliyinin insan orqanizminə zərərinin olmadığını düşünən satıcı və alıcılar da az deyil. Onların fikrincə dabaq heyvanın özünə zərər verir. Onun məhsulundan istifadə edənə yox. Heyvanın ağzında olur. Düzdür, ağzında olur, o ot yemir. Həmən günündən otdan dayanır. Ona görə də o heyvan sağılmır. Biz o heyvanı sağmırıq. Bir ayağına düşür, bir ağzına düşür. Dili elə belə yara olur, onun ətənə stadı var. O şey deyil, bruselyoz deyil, qızdırma xəstəliyi deyil. Mütəxəssislər də deyir ki, dabaq xəstəliyinə yoluxmuş heyvan təsərrüfat sahibinə zərər verir. Alıcı üçün heç bir zərəri yoxdur. Heyvanlar arasında yoluxma verir. İnsanlara keçməyən xəstəlikdir. Onun ətindən də istifadə olacaq, südündən də istifadə olacaq. Heç bir hesab verməyən xəstəlikdir. Vasif Vaqifoğlu, Diana Cəlali, Rəşad Əl-İskəndarov, Spice xəbər, Qazax.